Yol nişanlarını düzgün hərəkətlə öyrənək. Bu rubrikamızda 3.5 motosikletlərin hərəkəti qadağandır nişanının tələblərindən bəhs olunur. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim edir. 3.5 motosikletlərin hərəkəti qadağandır nişanı quraşdırıldığı yol sayəsində hər iki istiqamətdə bütün növ motosikletlərin, o cümlədən motosikletə bərabər tutulan nəqliyyat vasitələrinin hərəkətini qadağan edir. Bu nişan da müvafiq yol sahəsinə bütün girişlər qarşısında quraşdırılmalıdır. 3.5 motosikletlərin hərəkəti qadağandır nişanının qüvvəsi quraşdırıldığı yerdən başlayır. 3.5 nişanı ilə hərəkətin qadağan edildiyi yola yanlardan, yəni sağa və ya sola dönərək daxil olma yerləri qarşısında 3.5 nişanı müvafiq olaraq 7.3.1, 7.3.2 və ya 7.3.3 qüvvədə olma istiqaməti lövhəciklərlə birlikdə quraşdırılmalıdır. 3.5 nişanının qüvvəsi işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə bu sahədə yaşayan və ya işləyən vətəndaşlara xidmətdən və ya məxsus olan nəqliyyat vasitələrinə şamil edilmir. Belə hallarda nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın olan yol ayrıcından girib çıxmalıdırlar. Yol nişanlarını öyrədən rubrikanı Azparking təqdim etdi. Hörmətli sürücülər, bilməlisiniz ki, artıq smartfonunuzda internet olmasa belə, yəni megabaytlar bitsə belə, mobil tətbiqdən, Azparking tətbiqinin əsas funksiyalarından yararlana bilərsiniz. Burada daxildir ən yaxın parklama məntəqələrini görmək, parklama müddətini başlatmaq, sonlandırmaq, əvvəlcədən əlavə edilmiş kartla ödəniş etmək, yeni avtomobil əlavə etmək, fərdi parklanma talonuna müraciət etmək. Hazırda bu rejim Azərsel, Baksel, NAR abunəçiləri üçün aktivdir. Əgər mobil nömrəniz bir tərəfli bağlıdırsa, funksiyadan istifadə etmək mümkün olmayacaq. Həmçinin mobil telefonunuzda mobil data funksiyasını söndürməyin. O zaman internetiniz bitsə belə artıq əsas funksiyalardan yararlana biləcəksiniz.